İnsanda şəkildəki orqanların yerləşdiyi bədən boşluğunda olmur. Şəkildə insanın tənəffüs sisteminə aid orqanlar verilmişdir. Bu orqanlar döş boşluğunda yerləşir. İnsanın döş boşluğunda ifracat sisteminə aid orqanlar olmur. Düzgün cavab C bəndidir. İnsanın ifracat sisteminə aid orqanlar qarın və çanaq boşluqlarında yerləşir. Səhv ifadəni müəyyən edin. İnsanın ağız boşluğuna 3 cüt iri ağız suyu vəzisinin axarları açılır. Bu düzgün fikirdir. Ağız boşluğunda mühit zəif qələvidir. Bu da düzgün fikirdir. Ağız suyu vəzlərinin hazırladığı fermentlər karbohidratları kimyəvi dəyişikliyə uğradır. İnsanın ağız boşluğunda nişasta amilaza fermentinin təsiri ilə maltozaya, maltoza isə maltaza fermentinin təsiri ilə glukozaya qədər parçalanır. Mədəsi və nazik bağırsağında turş mühit olur. Bu səhv fikirdir. İnsanın mədəsində turş mühit olsa da, nazik bağırsağında mühit qələvidir. Düzgün cavab D bəndi. İnsanda yoğun bağırsağın ilk hissəsi nə adlanır? İnsanın yoğun bağırsağı 3 hissədən ibarətdir. Kör bağırsaq, çəmbər bağırsaq, düz bağırsaq. Yoğun bağırsağın ilk hissəsi kör bağırsaqdır. Düzgün cavab A bəndi. Uyğunluğu müəyyən edin. Duyğu orqanları 1. Görmə, 2. Eşitmə. Müvafiq qıcıqları qəbul edən mərkəzlər. Şəkildə A hərfi ilə böyük yarımkürələrin alın, B hərfi ilə gicgah, C hərfi ilə təpə, D hərfi ilə ənsə payı qeyd olunmuşdur. Y hərfi isə beyinciyi göstərir. Bildiyimiz kimi, görmə orqanından gələn sinir impulsları böyük yarımkürələrin ənsə payına, eşitmə orqanından isə gicgah payına ötürülür. Düzgün cavab B bəndidir. Hamiləlik başlayır. Hamiləlik mayalanmanın baş tutması, yəni spermatozoidin yumurta hüceyrəyə daxil olaraq onunla birləşməsi nəticəsində ziqotun yaranması ilə başlayır. Düzgün cavab A bəndidir. İnsanın duyğu orqanıdır. İnsanın duyğu orqanlarına göz, qulaq, burun, dəri və dil aiddir. Sualın düzgün cavabı A bəndidir. Ürək qan damar sisteminin, bronx və qırtlaq tənəffüs sisteminin orqanlarıdır. İnsanda göz almasının quruluşuna aid deyil. İnsanın görmə orqanı göz alması və köməkçi aparatdan ibarətdir. Şüşəyə bənzər cisim, bəbək və büllur göz almasının quruluşuna aiddir. Göz qapağı isə köməkçi aparata aiddir. Düzgün cavab D bəndidir. Sutkalıq maksimum norması 100 mg olan vitamin C vitaminidir. Yoğun bağırsaqda bəzi bakteriyalar tərəfindən də sintez olunur. Bu mülahizə K vitamininə aiddir. Əsasən heyvan mənşəli qida məhsullarında olur. C vitamini əsasən bitki mənşəli qida məhsullarında olur. Ultrabənövşəyi şüaların təsiri ilə dəridə əmələ gələ bilir. Bu mülahizə D vitamininə aiddir. Sualın düzgün cavabı D bəndidir. C vitamini orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimətini gücləndirir. İnsanın gözünə rəng verən pigmentlər hansı qişada yerləşir? İnsanın gözündə, buynuz qişanın altında, damarlı qişanın öndə davamı olan qüzehli qişa yerləşir. Gözə xaricdən baxdıqda bu qişa özünə məxsus rəngdə görünür. Gözə bu rəngi verən qüzehli qişadakı pigmentlərdir. Düzgün cavab C bəndidir. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Nöqtələrin yerinə müvafiq olaraq 2 və 1 rəqəmləri ilə verilmiş ifadələr yazılmalıdır. İnsanda partlamış follikulun yerində yaranan müvəqqəti daxili sekresiya vəzisi sarı cisim adlanır. Düzgün cavab D bəndidir. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Qanı böyrəklərdə süzən nefronlardır. Bu doğru fikirdir. Hər böyrəkdən bir sidik axarı çıxır. Bu da doğru fikirdir. Sidiyin yaranması
sidik kisəsində baş verir. Bu yanlış fikirdir. Sidik böyrəklərdə yaranır. Sidik kanalı sidiyi xaricə çıxaran orqandır. Bu da doğru fikirdir. Sualın düzgün cavabı C bəndidir. Səhv fikri müəyyən edin. Yeniyetməlik dövrünə cinsi yetişkənlik dövrü də deyirlər. Bu düzgün fikirdir. İkinci cinsi əlamətlər yeniyetməlik dövründə meydana çıxır. Bu da düzgün fikirdir. Cinsi yetişkənlik bütün insanlarda eyni yaşda baş verir. Bu səhv fikirdir. Cinsi yetişkənlik bütün insanlarda eyni yaşda baş vermir. Yeniyetməlik dövrü qızlarda oğlanlara nisbətən daha tez başlayır. Bu dövr qızlarda əsasən 10-12 yaş, oğlanlarda 13-14 yaşlarda müşahidə olunur. Düzgün cavab C bəndidir. İnsan sakit halda 96 tənəffüs hərəkət etmişdir. Bu zaman onun bir böyrəyindən təqribən neçə litr qan keçmişdir? Bir dəqiqədə 16 tənəffüs hərəkəti edilərsə, əgər insan bir dəqiqədə 16 tənəffüs hərəkəti edirsə, 96 tənəffüs hərəkətini 96 bölək 16 bərabərdir 6 dəqiqədə etmişdir. Bu zaman, yəni 6 dəqiqədə onun böyrəklərindən 6 litr qan keçmişdir. Çünki böyrəklərdən bir dəqiqədə təqribən 1 litr qan keçir. 6 dəqiqədə 6 litr qan keçər. Məsələnin şərtində bir böyrəkdən keçən qanın miqdarını hesablamamız tələb olunur. 6 bölək 2 bərabərdir 3 litr. Düzgün cavab B bəndidir. Şəklə əsasən uyğunsuzluğu müəyyən edin. Verilmiş şəkil qadın cinsiyyət sisteminin daxili orqanlarına aiddir. Şəkildə K hərfi ilə yumurtalıq, M hərfi ilə uşaqlıq, N hərfi ilə uşaqlıq borcu göstərilmişdir. Uyğunsuzluq B bəndində verilmişdir. Çünki L hərfi ilə uşaqlıq yolu qeyd olunmuşdur. İnsanda yaxından görmə, anadan gəlmə və sonradan qazanılmış olur. Anadan gəlmə yaxından görmənin səbəbi göz almasının uzunsov olmasıdır. Sonradan qazanılmış yaxından görməyə isə büllurun qabarıqlığının artması səbəb olur. Büllurun qabarıqlığının zəifləməsi və göz almasının qısa olması uzaqdan görmə qüsurunun səbəbləridir. Düzgün cavab A bəndidir.